Aha. Deməli, testlərimizə baxacağıq. 450-dən 500-ə. Okey. 451-ci sualın izahını eləyəcəyik. Qaydamız gedirmi? Gedir. Tak, deməli, the new James Bond movie looks so. Deməli, film necə görünür? Onun haqqında olacaq. So interesting. Burada yadınıza gəlir, feillər siyahısı var idi. Bəzi feillər ki, orada zərfə yox, məhz sifətə ehtiyac var. Sonra 452-yə baxıram. Seem feili. Burada da yenə özünü fərqli göstərəcək. Deməli, very tired, too tired, bir də tired. Most tired deyə bilmərik. Much tired deyə bilməyəcəyik. Çünki burada adətən much more-la işlənir. Amma burada müəyyən qaydalar var ki, məsələn, tired feilin özünün formalaşması fərqlidir. Demək olacaq 1, 2, 3. Tak. Sonra keçid alırıq 453-ə. Your perfume smells lovely. İndi uşaqlar, burada nəyə diqqət edəcəksiniz? Ətir özü yaxşı ətir saçmalıdır, düzdür? Hər hansı bir parfümlə danışıram. Bunun sevimli ətir saçması mümkündür. Məsələn, qızıl gülü özünün ətir saçması da var. Bir də var, mən kənardan gedib qızıl gülü qoxlaya da bilərəm. Düzdür? Bax, burada həmin situasiyadır. Parfüm özü deyir, sevimli, xoşa gələn, şirin deyir, qoxurdu. Bu olar. Aha. Sonra, this coffee tastes bitterly. Bitterly yox, bitter olur adətən bu. Kofe öz-özünə dad vermir ki, biz kofenin dadına baxırıq. Ona görə bu olmayacaq. The sun is shining brightly. Bəli, günəş özü-özünə işıq saça bilər. Bu mümkündür. Sonra 4-də. My uncle is patiently. Patiently yox, patient olar. Çünki to be feili var burada. Sifət gəlməlidir. Burada ly nə işi var? The barbecue tastes well yox. Burada good-la verək də bunu. Taste good. Çünki biz dadına baxırıq. Deyir kebab deyir necə dadırdı. Kebab durduğu yerə dadını ətrafa bildirəs deyir ki, biz gələk dadına baxaq. Düzdür? Yəni, orada artıq sifət kimi verəcək. Bu olacaq B variantı. Aydın oldu 453 sizə. Biraz, belə deyim, müzakirə tələb edirdi. Ona görə ola bilər ki, sizi yanıldıb. 456-ya keçirəm. Arada sualınız qalmayıb? Aha. What's the name of this song? Bu mahnının adı, bu mahnı necə adlanır? It sounds. Səslənir. Səslənir, necə səslənir? Səslənir, öz-özündən səslənir. Bir də, yəni, burada zərf versiyasını vermemiz mümkün deyil. Kənardan nəsə hərəkət edə bilmirik. 1 və 3 olacaq. C variantı. Sonra 457-də. Does this coffee taste to you? Dadır, dad vermək. Məsələn, biz sənə deyir, onun dadı necə gəlir? Sən necə hiss edirsən onun dadını? Artıq söhbət nədən gedir? Biz kofenin dadına baxırıq. Deməli, burada nə lazım olacaq? Zərf lazım olacaq. Diqqət olun. Strange olar. Awful olar. Bir də bitter olar acıq. Terribly dəhşətli. Dəhşətli kofe dad vermir axı. Deməli, 1, 3, bir dəqiqə. Bu bitterly. Burada artıq da bir dəqiqə. Şirin. Sweet olacaq, bax. Deyirəm, bax, 4-lə nəsə variant da gəlmir. Yerinə də oturmadı. Awful, strange, sweet. Hə, zərflər çıxdım da. Tutub 4-ü niyə işarələmişəm, bilmirəm. D variantı olacaq burada. Sonra quzular. 459. Try this cake, it tastes. Deyir, bu tortun dadına bax. Necə dadlanır? Dadı necə gəlir? Delicious, dadlıdır. Bir də good. Bu olacaq. Bir növ belə deyim də, 2 versiyada fikirləşin həmişə cümlələri.
Görün sizə hansı yaxşı səslənir. Aha, 463-də zən var uşaqlar burada. My friend can run. Can run. Zən var. Zən olduğuna görə müqayisə olacaq. More quickly. Sonra 464-də can you speak a little? A little. Diqqətli olun. Aha, bir qədər. Deyir, necə danış, nə cür danış. Fərqinə baxaq. More loudly, bir də more slowly. More slow deyə versiyamız olmayacaq. Çünki burada danışmaq feilinə görə hərəkət eləyəcəyik. Məsələn, more slowly ümumiyyətlə dərəcələnməsinə görə düz gəlməyəcək. Deməli 1-5. Sonra 467-də he was awarded the gold medal for being runner among üstünlük dərəcədə the competitors. Aha. Deməli, yarışçılar arasında fərqlilik olacaq. Quzular, among olanda demişdik üstünlük dərəcəsi olacaq. Sadəcə to be, being versiyaları həmişə özündən sonra sifət tələb edir. Ona görə D variantını üstünlük verəcəm. Yəni, yanında Z artiklı olan. Sonra quzularım, nəyə baxıq? Aha, 472. Baxaq görək. Personal computers are and getting. Şəxsi kompüterlər get-gedə necədir və get-gedə necə olur? Gettinglə verəcək. Biraz sanki müzakirə tipi olacaq. Ucuzdur. Getdikcə də ucuzlaşır. Daha da ucuzlaşır. Bax, bu da B variantı. We must try to spend money. Zən. Zən müqayisədir. Və çalışırıq ki, xərcləyək biz qazandığımızdan. Burada fuel, less. Bunlardan ikisindən biri olacaq. Lakin nəyə baxıram? Money sözü sayılır, sayılmır. Təkdir, cəmdir. Bax, bunlara görə hərəkət eləyəcəm. Deməli, burada sayıla bilməyən isim olduğuna görə, müqayisə dərəcəsi tələb eləyənə görə less verəcəm. Müəyyən faktorlar vardı, onları nəzərə alırıq. Daha sonra, the film was, we expected, we enjoyed it. Tak, deməli, hər hansı bir xüsus göstərici yoxdur. Ona görə də adi dərəcə ilə versək, yanılmarıq. B olacaq. Sonra 77-ci suala baxaq. Very var burada bizə kömək eləyəcək. Ancaq speaks-ə görə seçəcəyik bunu. Adi dərəcə zərf olacaq da, belə deyim sizə. Perfectly, perfectly. Bax, bu getdi. Perfectlər də getdi uşaqlar. İkisi arasında seçim eləyəcək. Səhv eləmirəmsə burada deməli 2 dənə 2 dənə zərf tələb eləyir. Bir dəqiqə. My aunt speaks. Burada perfect German. She speaks German very perfectly. Burada deməli situasiya nədir? Alman dilini, bir də Almanca. Bax, burada Alman dilində danışır. Bir də Almanca səlis, çox səlis danışır. Burada bu şəkildə olacaq. İkisini də zərf versək, tərcümə yerinə oturmayacaq orada. Getdik 481-ə. Very var, is var. Sayıla bilən isimdə teacher, a good. Bir də teach var, well-lə olacaq. Sonra 484 and we worry. Ansa olduğuna görə deməli bura birinci sifət gələcək və adi dərəcə ilə təqdim eləyəcək onu. Quick, quickly B variantı. Hı -hı. 491-də. We studied for the test, so the exam was 2. Deməli, burada hər hansısa bir xüsusi göstərici yoxdur, lakin burada adi dərəcə var. Baxacaq, deməli.
çətindir deyir onları eləmək. Çünki bizim üçün çox çətinliklə deyir biz o mövzunun testlərini edirik çətinliklə. Və imtahan bizim üçün çətindir. Konkret belə bir tərcümədir. Çətin ki üzr sayın. Bir variant olacaq orada. Daha sonra getdik 497. Now they make cartoon films quickly Zən müqayisədir uşaqlar. Müqayisə olduğuna görə baxaq, verənə çıxın. Bizə lazım deyil. Sonra quite da gedəcək, most da gedəcək. Buna bizdən işimiz nədir? Must da gedəcək. Biri more olacaq, biri less olacaq bax müqayisə üçün. Sonra 498-də very adi dərəcədir, lakin burada look var. Look deməli link verb aid idi. Yəni özünü feil kimi yox, necə aparır? Sifət, isim kimi aparacaq, sifət tələb eləyəcək. Burada ona görə olacaq happy, very happy. Sonra 499-da they travel to the var, bu town var. Deməli, üstünlük dərəcəsi varsa, biraz fərqliliklər olacaq. The nearest, bu da bax, 5-də. 5 neymiş, 500-də. Awful var uşaqlar. Üstünlük dərəcəsi, candidate məsələsi, the most experienced, bu olacaq. Bura qədər əslində yaxşı işləmişsiniz testləri, problem yoxdur. İndi gəlin belə eləyək. 500-dən 550-yə kimi. İndi sərbəst yenə yazın. Sonra bir daha müzakirə eləyək, səhvlərimizə baxaq. Amma indi bir-bir deyəcəm də cavablar isə. Siz 550-yə qədər yenə işləyin. Buradayım, gözləyirəm. Qoy bir dənə çəkilişi dayandırım. Deməli, 502-də problemimiz var. Baxaq yenə. Wedding cake looks very delicious. Həqiqətən də dad verə bilər. Happily olmaz, happy olar. İkilərə çıxın. The soup with meat tastes very awful, yox. This chocolate looks very deliciously, yox, delicious. Dadlı görünür, look feilinə görə. The engine began to sound very loud. Səs verir. Your little sister seems very friendly. Friendly, bu sifətdir. Friendly olsa da. Deməli, 1, 5, 6 A variantı. Sonra burada yox idi. $516'dan. Can you a little walk more quickly? A little görə müqayisə eləyəcək. 521'dən. Was var burada to be. To be olduğuna görə he was pis yaralanmışdı. To be görə yaralanmaq. Bu da badly. $528'də. Deməli, xizəklə üzmək. Is very popular. Ümumiyyətlə məşhurdur. Yarasa bir zərf yoxdur orada. Sonra, your book looks more than. Baxaq. Interesting, bir də difficult. Bunlar olacaq. Variantı. More interesting, more difficult. Bunlar nə ümumiyyətlə? Həm more, həm də şəkilçi gəlməsi ona görə götürməli. Sonra 536'da to var. And var hər iki tərəfdə. Sadə götürəcək də. Bu da variant. Sonra 543'də run awful fastest üstünlükdür.
Rəndə qaçmaqda ona görə zərfin üstünlük götürdüm. The fastest götürməyəcəm. Feel hiss eləmək. Comfortable. Bu olacaq. Sonra please can you drive a little more slowly, biraz ehtiyatlı. Sürməyə görə slowly verəcək. More slow yox, slowly. Bu qədər. Dəqiqəm, dayandırım. Əlavə sual yoxdur uşaqlar? Xeyr. Xeyr.